Invest Akademiyadan hər kəsə salam. Mən Mikail. Bugün sizlərə 10 fərqli portfel nümunəsinə baxacağıq. İnvestisiya dünyasında ən vacib anlayışlardan biri portfeldir. Portfel dedikdə biz müxtəlif aktivlərin qarışığını nəzərdə tuturuq. Məqsəd təkcə gəlir götürmək yox, həm də riski idarə etməkdir. Məsələn, bir sahədə böhran baş verəndə başqa aktivlər həmin itkini kompensasiya edə bilər. Sadə dillə desək, portfel balansdır. Çox riskli aktivlər qısa zamanda böyük qazanc gətirə bilər. Amma eyni zamanda kəskin itki riski daşıyır. Çox az riskli aktivlər isə demək olar ki, heç qazanc vermir. Ona görə də həmişə qızıl ortaya fikir vermək lazımdır. Mövzumuza keçməkdən öncə sizə bu videonun sponsorunu təqdim etmək istərdim. Taksi 9111 sərfəli qiymətə yüksək xidmət. Mobil tətbiqdə Invest promokodunu istifadə edin və balansınıza 10 AZN əldə edin. Əgər siz də bizim buraxılışımızın sponsoru olmaq istəyirsinizsə, bizimlə e-mail vasitəsilə əlaqə saxlayın və ya Instagramda yazın. İndi isə gəlin başlanğıc investorlar üçün uyğun 10 əsas portfel modelinə baxaq. Birinci portfel. Klassik 30-30-30 portfeli. Burada vəsait bərabər şəkildə bölünür. 30% səhm, 30% istiqraz, 30% qızıl. Bu model artıq 100 ildən çoxdur işlənir və sadəliyi ilə seçilir. İldə bir dəfə balans yenilənir. Məsələn, əgər səhmlər çox artıb, portfeldə 50%-ə çatıbsa, bir hissəsini satıb yenidən 30-30-30 formasına salırıq. Orta illik gəlir 7-8%-dir. İkinci portfel. Minimal riskli portfel. Əsasən dövlət istiqrazlarından ibarətdir. Onlar 2-3% gəlir gətirsə də çox sabitdir. ABŞ-da buna treasuries deyilir. Həmçinin şirkətlərə borc verib 6-7% qazana bilərsiniz. Bu portfel daha çox təhlükəsizlik və sabitlik istəyənlər üçündür. Üçüncü portfel. Dividendlik portfeli. 20% dividend ödəyən sabit şirkətlərin səhmləri, məsələn Coca-Cola, McDonald's, Starbucks, Nike və s. Qalan 80% istiqrazlar. Bu sakit və dayanıqlı portfeldir. Orta gəlirlilik 7-8%-dir. Dördüncü portfel. Aqressiv dividend portfeli. 30% dividend səhmləri və ya ETF-lər, məsələn SCHD. 70% istiqrazlar. Burada risk biraz çoxdur, amma gəlir də çoxdur. İldə balans yenilənməsi vacibdir. 5-ci portfel. 50-50 balanslı portfel. Yarısı səhmlər, yarısı istiqrazlar. Səhmlər əsasən güclü, uzun illər bazarda olan iri şirkətlərdən seçilir. Bu, konservativ yanaşmadır və böyük fond menecerlərinin sevimli modelidir. 6-cı portfel. Artım portfeli. 50% istiqraz, 50% səhmlər. Səhmlərin bir hissəsi artım potensialı yüksək şirkətlərdən olur. Məsələn, Google, Palantir və s. Risk var, amma uzun müddətdə ciddi qazanc gətirə bilər. 7-ci portfel. Hedgeli artım portfeli. 70% artım səhmləri, 30% istiqraz. Burada artıq əsas yük sürətlə böyüyən şirkətlərə düşür. ETF-lərlə də qurmaq olar. Məsələn, VOOC istiqrazlar isə təhlükəsizlik yastığı rolunu oynayır. 8-ci portfel. Maksimum artım portfeli. 100% artım səhmləri. Bu ən riskli, amma ən perspektivli modeldir. Burada yalnız səhmlər olur və tamamilə bazarın artımına güvənilir. Ancaq uzun müddətli investisiyalara uyğundur. 9-cu portfel. Ray Dalio'nun All-Weather modeli. Bu modelin məqsədi hər şəraitdə işləməkdir. 40% uzun müddətli istiqrazlar, 30% səhmlər, 15% orta müddətli istiqrazlar, 7.5% qızıl və 7.5% xam mal, neft, metal, taxıl və s. Çox sabitdir, amma gəlirlilik məhduddur. Buna baxmayaraq, böhran dövrlərində yaxşı işləyir. 10-cu portfel. Nüvə portfeli. Burada çox müxtəlif aktivlər qarışdırılıb. 5% Bitcoin, 10% qızıl, 10% xam mal, 20% ABŞ səhmləri, 10% REIT, yəni daşınmaz əmlak fondları, 30% istiqrazlar, 5% nəqd pul.
Yəni bazar qalxsa da, düşsə də sahibinə balanslı gəlir verir. Burada bir vacib qayda var. Əgər hansı səhmi seçəcəyinizi bilmirsinizsə, ETF alın. Artım üçün VOOC və TAN, dividend üçün SCHD, daşınmaz əmlak üçün KBY yaxşı seçimlərdir. Bu 10 model yeni başlayan investor üçün hazır xəritə kimidir. Əsas məsələ balansı qurumaq, riskləri bölüşdürmək və emosiyalara qapılmadan planı izləməkdir. Əgər siz də investisiya etmək istəyirsinizsə, lakin nədən başlamaq lazım olduğunu bilmirsinizsə, biz sizə köməklik edə bilərik. Videonun təsvirindəki linkə keçid edin və orada qısa formanı doldurun. Sizin tələblərinizə əsasən bizim komandamızın müvafiq üzvü sizinlə əlaqə saxlayacaq və investisiya aləmində ilkin addımları atmağa köməklik edəcəksə. Bugünlük bu qədər. Video xoşunuza gəldisə, like etməyi, kanala abunə olmağı və Telegram kanalımıza qoşulmağı unutmayın. Hələlik.